Google Galaxy smartfonlarında Gemini süni intellektinin əvvəlcədən quraşdırılması üçün Samsunga külli miqdarda pul ödəyir. Bu axtarış sisteminin bazarda üstünlüyü ilə bağlı aparılan anti-inhisar araşdırmalarından məlum olub. Bloomberg xəbər verir ki, Google Gemini AI proqramını smartfona əvvəlcədən quraşdırmaq üçün Samsunga hər ay əhəmiyyətli miqdarda pul ödəyir. Məlumat Google'un axtarış bazarında inhisar mövqeyindən sui-istifadə etməklə ittiham edildiyi davam edən anti-inhisar işinin bir hissəsi kimi ortaya çıxıb. Google'un platformalar və tərəfdaşlar üzrə vitse-prezidenti Peter Fitzgerald məhkəmədə ifadə verib. Onun sözlərinə görə Samsung ilə müqavilə 2025-ci ilin yanvarından qüvvədədir və ən azı 2 il müddətinə nəzərdə tutulub. Şirkət aylıq sabit ödənişlə ödəyir və Gemini'də göstərilən reklamlarda əlavə olaraq gəlirin bir hissəsini bölüşür. Dəqiq rəqəmlər açıqlanmasa da, Ədliyyə Departamentinin vəkilləri ödənişləri böyük kimi qiymətləndirir. Bu daha böyük mənzərənin yalnız bir hissəsidir. Google əvvəllər Search, Play Store və Assistant kimi Google xidmətlərinin default olmasını təmin etmək üçün 2020-23-cü illər arasında Samsunga 8 milyarddan çox pullar ödəndiyini açıqlayıb. Məhkəmə artıq bu təcrübənin anti-inhisar qanunlarının pozulduğunu müəyyən edib və indi Google'un nəticələrin aradan qaldırılması üçün hansı addımların atılmalı olduğunu araşdırır.